Bilirsinizmi ki, şəkər pambığı və püstə pastası ilə doldurulmuş məşhur şokoladı heç bir xüsusi çətinlik çəkmədən evdə də hazırlamaq olar. Bunun üçün şəkər pambığı hazırlayan aparat və ya hazır şəkər pambığı, forma, şokolad plitkası, püstə pastası və qida boyası lazımdır. Bir qədər ağ şokoladı su hamamında əridirik və kütlənin bir hissəsini formanın bir neçə yerinə damızdırırıq. Qalan hissəyə qida boyası əlavə edib eyni şəkildə formaya çəkirik. Daha sonra südlü və ya tünd şokoladı da su hamamında əridirik və kütlənin bir hissəsini formaya tökərək bütün səth üzrə, o cümlədən divarları boyunca bərabər paylayırıq. Şokoladlı formanı qısa müddətə bərkiməsi üçün soyuducuya qoyuruq. Bu vaxt ev üçün nəzərdə tutulmuş aparat varsa, 2 rəngdə şəkər pambığı hazırlayırıq. Alternativ olaraq hazır şəkər pambığından da istifadə oluna bilər. Bərkiyən şokoladlı formanı soyuducudan çıxarır və üzərinə nazik bir qat fıstıq pastası çəkirik. Üstünə şəkər pambığını qoyur, yüngülcə basaraq lazımi formanı veririk ki, pastanın üzərinə rahat yerləşsin. Şəkər pambığının üzərinə bir qatda fıstıq pastası çəkirik. Son mərhələdə isə əridilmiş şokoladın qalan hissəsini fıstıq pastasının üzərinə bərabər şəkildə paylayırıq. Hazır şokolad plitkasını bərkiməsi üçün yenidən soyuducuya qoyuruq. Nəticədə həm görüntüsü ilə cəlbedici, həm də dadlı, həm uşaqların, həm də böyüklərin xoşuna gələcək bir şokolad əldə edirik.